Salam, hörmətli və dəyərli izləyicilərimiz. Bu gün də sizlərə Maçlar sahəsində şəxsi tikili bir həyətdə iki ev, əsl iki qardaş üçün, nə bilim, ata-oğul üçün nəzərdə tutulmuş belə bir evlə qarşınızdayım. Yerləşmə də harda? Tam mərkəzdəyik. Yəni bu qiymətə iki ev, bir həyətdə, plus da yola yaxın, belə çox vaxt çıxmır da belə evlər satışa belə deyək. Yəni ki, hal-hazırda evin yerləşmə yerində qeyd edim sizin üçün ki, 187 nömrəli məktəbdən hardasa 2-3 dəqiqə məsafəsi var. Şəxsi tikilidir, 2 evdir hər biri, 2 otaq o tərəfdədir, 2 otaq bu tərəfdədir. Maksimumda 530-un içərisində, qardaş 530-un içərisindədir. Bura giriş hissəsidir, belə navesli, belə səliqəli yığılıb. Bir maşın hazır dayanıb, bir dənə də maşın yerləşə bilər həyətə rahatlıqla. Bağçaya yaxın, məktəbə yaxın, sonra yola, mərkəzə yaxın, marşrut xətti yaxınlığından keçir. Necə dediyim də, bu mərkəzdən yaxın nə ola bilər? Kommunallar da ki, hamısı var. Qazı, suyu, işığı. Həyətində ayrıca hamamı, ayaq yolsu da var, ayrı-ayrıda. Evin içərisində də mövcuddur. Belə bir yaşıllıq olan sahədir, ağaclardır, meyvə ağaclarıdır hamısı. Üzümlər qədər var. Bu evi kim alsa inşallah üzüm vaxtında üzüm yetişəcək burada. Alça ağacı maşallah böyük üstündə barı da var. Həyətin bu hissəsində də nə var? Belə bir əldamsı var. Artıq məsələn əşyaları falan balon banka yığmaq üçün kənd yerlərində bizdə belə deyək də dəbdir bu. Əldamı olur hər evdə. Belə bir kiçik toyuqlar üçün xırda tövləsi də var. Keçək indi evin içərisinə. Gedək evin içərisində tanış olaq. Yenə deyim kimi, yəni mərkəzə yaxın qazı, suyu, işığı hamısı var. İki evin ikisini təqdim edəcəm sizə, içərisi otaqlarını çəkəcəyik inşallah. Keçsəm indi birinci bu evlə tanış olaq. Deməli, bura koridor hissəsidir, kiçik bir koridorudur. Sağda yerləşir mətbəxi. Onu da qeyd edeyim ki, sahibi dediyinə görə əşyalar da qalır evdə. Belə bir qonaq otağıdır. Mətbəxidir. Sonra keçirik belə bir internet xətti də var. Bax qardaşımın dediyini sözünə qüvvət, internet xətti də var. Kommunallar da daimidir. Bura qonaq otağıdır. Belə bir qonaq otağıdır. Ya təmirlidir, yaxşıdır təmiri. Sonra keçirəm indi bu hissəyə. Keçək. Yataq otağını təqdim edirik müştərilərimizə. Burada belə bir yataq otağıdır. Sonra belə bir pəncərəsi də var. Pramo öz həyətinə baxır. Yəni ki, hava çəkən evdir. Divarların qalınlığını da belə göstər qardaşım, zəhmət olmasa. 60'lıq divar deyirlər. Əsl o evdəndir ya. Şəxsi tikilidir də yəni. Köhnə evlərdən, dədə-baba evlərindən. İndi keçək də o birisi evi təqdim edirik müştərilərimizə. Keçir. Hörmətli izləyicilərim, keçid edirik digər olan evə. Həyətdə demiş 2 evdir. Bu da ikinci evdir. Belə bir otaqdır. Geniş böyük otaqdır və bu otağın da düz yanında mətbəxi və mətbəxin də bu hissəsində yerləşir sanitar qovşaq və hamam otağı. Sən qardaş oranı çək belə göstər. İçərisində də sanitar qovşağı var buradadır. Və sonda gördüyünüz bu evin deməli sənədi kupça çıxarışdır. Qiymət deyilir 81.000 manat. Yəni start qiymətdir. Sahibi tərəfindən söhbət olunacaq inşallah. Yerləşmə də Maçdağda tam mərkəzə yaxın 187 nömrəli məktəbin yaxınlığında. Əlaqə nömrələrimiz səhifəmizdə mövcuddur. Əgər bu və ya digər evlər maraqlıdırsa, bizlə əlaqə saxlayın. Səhifədə nömrələrimiz mövcuddur. Sağ olun.